Cümlelerden birinde bir sözü saydır. Birlik qurmaq üçün bu birlik Birlik mehnen isimdir. Bunu götürmürsən. əlimdə bircə kitab qalıb. O bircə ədatdır. Yox, burada fikir ver nəyə? Bir ədat sayına cacə ədatı qoşub. Sən bunu çıxart buradan. Cür cümlənin Bir məzmunu yana iti. şeydə kitab, Bəli. bir kitab. Yenə də nəyi izah elədi? Burada ismi izah elədi də, düzdür? İsmin önünə gəlib ismi izah elədi. Deməli, bir hansı nitq hissəsidir burada? Bir kitab qalıb. Yəni, bir dənə sayını bildirir artıq. Bir dayan görək, səbir elə. O bir dayan ədatdır da. Burada ədatdır. Bir sənə inanıram. Yenə burada da ədatdır. Burada da ədatdır. Bəs burada Y variantı nə? Məndə məsələnin nə yerdə olduğunu dedi. O bir əvəzlikdir. Bəli, bir sayla biri qeyri-müəyyən əvəzlikdir. Y variantı da getdi. İkinci sualı oxu. Düzəltmə sayla başlayan cümlə hansıdır? Xeyli sadədir. Bu getdi. Çoxu deyən azdan da qalar. Orada çoxu sadədir. Bəli, bu da getdi. Neçənci? Neçədən neçənci olar? Düzəltmədir. Amma bu söz saydı Amma səndə. şeydə sual əvəzliyidir. Bəli, əvəzlikdir. Aha. Birincilərin bu şeydə düzdür, sıra sayı. Aysə, çox ümumiyyətlə heç burada da say deyil. Daha sonra üçüncü sual. Saya aid olan fikirlərdən biri doğru deyil. Aha. Yuvarlaq müəyyən qiymətlər miqdar saylarına larla şəkilçisini artırmaqla qeyri-müəyyən miqdar sayını. Bu düzdür da, məsələn 100-100lərlə. 100-100lərlə, aha, olar. Qeyri-müəyyən miqdar sayı nə qədər sualına cavab verir? Neçə, nə qədər bəli suallarına cavab verə bilər? Təqribi miqdar sayları neçə sualına cavab verir? Neçə hissə, bax o suallara bəli cavab verə bilər. Düzəltmə sayılar hissəsinin saydan düzəlir, bu da düzdür. Əsasən bəli, aha. Sayılar isimləşəndə ismi xəbər ola bilmir. Səhv olurdu. Bəli, ola bilər. Dördüncü sual. Düzəltmə sayı işlənmiş cümlə hansıdır? Çox danışmaq heç burada sayı yoxdur, zəhvdir. Demişəm dəfələrlə, amma xeyri yoxdur. Burada da eyni yoxdur sayı. Neçənci siniflərlə işlədiyini bilirsən. Neçənci əvəzlikdir, sual əvəzliyidir, getdi. Xeyli çətinliyimiz olur. Burada da eyni. Xeyli burada saydı, amma düzəltmə sayı deyil, sadədir. Onlarla insan sənin yolunu gözləyir. Onlarla larla. Onun sayına, bəli. Amma A variantında onlarla nədir? Onu izah eləmədin. Əvəzlikdir. Onlar ilə danışmaq. Aysa, bəli. Artıq orada şəxs əvəzliyidir. 5. İsimləşmiş say hansı cümlədədir? Bu haqda məlumatım azdır. Nə qədərdir? Azdır. O şeydir, zəhvdir. Yox, zərf deyil, sadəcə saydır, isimləşməyib sadəcə. Bəs sual verirəm, nə qədərdir məlumatım? Onda sayın özünə cavab verir də, sualına isimləşməyib. İsimləşmiş. Biri bizə işin nə yerdə olduğunu deyəcək. Bu biri bayaqki əvəzlikdir. Bəli, qeyri-müəyyən əvəzlikdir. Azlıq, çoxluq şeydir, isimdir. Burada ümumiyyətlə say yoxdur. Aza qane ol ki, çoxa da nail olasan. Nəyə aza? Bəli, nəyə çoxa? Bunu götürə bilərsən. Birlikdə bu işi yoluna qoy. Nə tərzdə? İsim deyil, yox. Birlikdə şey, zərf. Zərfdir artıq. Tərzlər. Aha, 6. Hansı nümunədə sayla isim arasında kəmiyyət fərqi yaradan numerativ söz işlənmişdir? Kəmiyyət fərqi yaradan nə idi numerativlərdir? Görün mənə. O şeydə, məsəl üçün deyir bir adam, bir nəfər adam, o mənada. Bir nəfər adam desəm, burada kəmiyyət fərqi yaradıb bir nəfər adamda. Yaradır. Yəni bir adamda da bir adamdan söhbət gedir, bir nəfər adamda da. İndi elə bir nümunə deyin ki, kəmiyyət fərqi yaratsın orada numerativ. Məsələn, o deyilmişdi bir vaqon kitabı, o kəmiyyət fərqi yaradır. Aysa, burada bir kitabla artıq bir vaqon kitabın arasında nə yarandı? Kəmiyyət fərqi yarandı. İndi onu istəyirsən səndən 6-cı sualda. Məclisə cəmi 12 nəfər gənc dəvət olunmuşdu. Burada yaratmayıbdı 12 gənc, 12 nəfər gənc. Bəli, burada yaratmayıb. Məncə B-də yaradıb, çünki bir kitab, bir qucaq, aysa, artıq kəmiyyət fərqidir burada.
O bugün cəmi 5 qələm, 5 ədəd qələm. Yaranmayıbdır. Burada da 100 qoyun, bir də 100 baş qoyun yenə yaran. yaranmayıb. Bircə nəfər qalıb. Burada da var ümumiyyətlə isim mürəkkəbi sənin. Xeyr yox, nəfər isim mənasında düşür. Bəli, 7. Hansı nümunədə qeyri-müəyyən miqdar sayı xəbər vəzifəsindədir? Qeyri-müəyyən miqdar sayı. Çoxları bu məsələdən xəbərsizdir. Burada Xəbərsizdir. Xəbərsizdir. Kim? Çoxlar. Mübtəda vəzifəsindədir qeyri-müəyyən əvəzlik. Getdi. Bizləri də azdırır bəzən nəfsimiz. Burada Azdırır. Azdırmaq feil. Aysə, burada azdırmaq feilindən söhbət gedir. Bu da getdi. Azmıdır öz dərdim. Sən də bir yandan dərd verirsən. Dərd verirsən, bir də azmıdır. Dərd vermək yox, bunu götürmürsən. Az mıdır? Nə qədərdir? Bax, burada az sayındandır. Burada nədir? Xəbərli şəkilçi. Cümlədə xəbər rolunda. Bəli, xəbər rolunda. Həm də az qeyri-müəyyən saydı. Qeyri-müəyyən miqdar saydı. 8. Hansı nümunədə say ismə aid bütün qrammatik şəkildə işlənmişdir? 10-cuların sevincinin səbəbini anlamaq olurdu. 10-cu leksikdir. Ların bir dənə burada yəli, mənsubiyyət işləməyibdir. Mənsubiyyət işləməyib. Xəbər də hətta götürə bilərsən burada. Bəli. Onda B variantı da mədə çünki birincilərindəndir. O da cəm işlənir. Cəm, in, dəndir. Bəli, mənsubiyyət hal xəbərdir. 9. Hansı nümunədə isimləşmişsə cümlənin vasitəsiz tamamlığıdır? Vasitəsiz şeydə təsliyə olmayan. Bəli. Bizdə çoxu bu barədə müzakirə aparmışdır. Müzakirə aparmışdır. Kim? Çoxu. Burada mübtədadır. Birincilərə də söz verildi. Söz verildi kimə? Birincilərə. Burada vasitəli tamamlıq. Vasitəlidir burada. Bəzilərini layiqincə qiymətləndirə bilməmişik. Qiymətləndirə bilməmişik. Var burada say ümumiyyətlə? Xeyr. Bəzi qeyri-müəyyən əvəzlikdir də. O yenə də hamıdan birinci gəldi. Gəldi kim o? Burada birinci məncə şeydir də zərf. Yox, burada say yoxdur ümumiyyətlə. Bu da getdi. Çoxa qani ol ki, azı da əldə edə biləsən. Qani ol, nəyə çoxa, əldə edə biləsən nəyi, azı. Səbəb burada vasitəsiz tamamlıqdır artıq. 10-cu sual. Hansı nümunədə say təyin vəzifəsindədir? 5-ci sinifdə oxuyan Adil, burada 5-ci sinifdə oxuyan bir yerdə götürülür. Bəli. Burada nəyə görə? Çünki fe'li sifət. Fe'li sifət tərkibi. Tərkib özündən əvvəlki sözlərin hamısını tərkibə daxil edir. Çox adam çağırmayan. Burada da. Burada deyil. Çox adam çağırmayan bir yer. Nəhayət 10 adam sözü bir yerə qoyub şahın qəbuluna yollandı. Yollandı kim? 10 adam. 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 Nə qədər adam? Nə qədər? Neçə adam? Burada təyin vəzifəsində işlənir. 11. Hansı cümlədə quruluşda düzəltmə olan say işlənmişdir? Onlar rəisin əmr aldıqdan dərhal sonra 16-cı otağa toplaşır. Burada mürəkkəbdir. Bəli, dedi ki, leksik şəkilçi mürəkkəb sözün quruluşunu dəyişmir. Bugün məktəbimizdə hamıdan çox sevilən birincilər idi. Məncə budur. Bəli. Bəli, budur artıq. 12. Sayılardan biri məntiqi cəhətdən digərlərindən fərqlənir. Amonimlik baxımından deyir burada ayan. 40 sözdür. Niyə? 40 biri var fe'l üçün. Hə, deyib. Biri də var. 40 biri var fe'l üçün, bir də var say üçün. Amonim